Hər kəsi xoş gördüm. Yenə mən gəldim. Ümid edirəm ki, yaxşısınız, mən də yaxşıyam. Keçən səfər səmimiyyətdən danışırdıq ki, biz bir cəmiyyət olaraq, bir xalq olaraq biz səmimi deyilik. Bu ailə içində də, cəmiyyət içində də, münasibətlərdə də hiss olunur və söhbətimiz bitmişdi cəsarət hissi sözü ilə bağlı. Bugün bu mövzunu danışmaq istəyirəm, biraz açmaq istəyirəm bu sözü. Çünki ümumiyyətlə bu iş həyatımda illər ərzində mən diqqət eləmişəm ki, bizlər bəzən sözləri istifadə edirik danışarkən. Amma sözün əslində hansı məna kəsb etdiyini bilmirik. Məsələn, seanslarda gəlirlər, deyir, mən özgüvənli olmaq istəyirəm. Deyirəm ki, lap yaxşı, bəs özgüvən sənə görə nədir? Adam dayanır, baxır, cavab verə bilmir. Özgüvən də. Deyirəm, mən bilirəm özgüvən nədir. Bəs sənin fikrinə görə mənə maraqlıdır ki, sənin beynin bu sözü hansı şəkildə filtrdən keçirdir? Və yaxud mən özümü sevmək istəyirəm, və yaxud mən özümə hörmət eləmək istəyirəm. İndi Instagramda bazar günləri sual-cavab rubrikalarında mən bəzən bu sözləri deyirəm. Məsələn, sual verirlər ki, onda özümə necə hörmət edə bilərəm? İnsan sözü istifadə edir, amma açıqlamasını bilmir. Sanki belə bir sürü psixologiyası da deyilir. Hamının ağzına bir söz düşür, mexaniki şəkildə hamı istifadə edir. Necə ki, bugün enerji, frekanslar, aura gəlir. Mən qadın enerjimi yüksəltmək istəyirəm. Nə gözəl. Sənə görə qadın enerjisi nədir? Baxır. Cazibəli görünmək istəyirəm, işıq saçmaq istəyirəm. Bu başqa şeydir. Deyilən fikirlərin hamısının altında yatan fərqli-fərqli yanaşmalar var. Bəlkə mənim indi uşaqlığımdan mənim sözlərə biraz taxılmağım var idi. Məsələn, bir söz, adi bizə gələn sözləri mən düşünürdüm ki, görəsən bu mənası nədir? Adicə mən və yaxud da öz. Mən nədir, öz nədir? Araşdırmasına çıxırdım. Və gün gəldi ki, işimdə də artıq lazım oldu bu söz və əmin oldum ki, həqiqətən insanlar sözləri istifadə edirlər, amma heç də mənalarını dərk etmirlər. Necə ki, bugün cəsarət sözünü də artıq başqa bir formatda istifadə olunur, başqa bir formaya düşüb cəsarət. Efirlərdə, sosial şəbəkələrdə kimsə bədənində nə isə bir gözə dəyəcək qədər dəyişiklik edirsə, buna cəsarət deyirlər. Kimsə, nə bilim, arıqlayır, gözə çarpacaq dərəcədə, nə bilim, saçını kəsirmi, keçəl edirmi, nə edirsə, buna cəsarət deyirlər. Abırsızlığa cəsarət deyirlər. Şəxsi həyatlarını açıb reklam etməyə cəsarət deyirlər. Hörmətsizliyə cəsarət deyirlər. Tamamilə fərqli bir formata keçib cəsarət sözü, hərçənd ki, tamamilə bütün bunlardan uzaq olan bir məsələdir, bir sözdür. Məsələn, Port Bakuda oturub kofe içirəm, bir qaqaş gəlir uzaqdan. Elə geyinib, qalstuk, kostyum, özünü sıxır. İndi kimsə deyib ki, yaraşıqlısan, qulağında qulaqçıq, qara eynək, o Terminator filmdəki ağır-ağır addımlardan gəlir, çəkilin, mən gəlirəm. Özünü belə cəsarətli hiss eləyir də. Və gəlir, sanki 100 milyonluq bir iş müqaviləsi bağlamağa gəlir. Adam gəlir sadəcə kofe içməyə, amma o ego, o, yəni göstəriş, öz aləmində cəsarətli olduğunu düşünür. Və yaxud da bəzən xanımlar gəlirlər, çox əlaqəsiz, aidiyyəti olmayan bir geyimdə və ətrafındakı rəfiqələri, ay sən necə cəsarətli addım atmısan, bu elə açıq-saçıq geyinmisən,
Təbii ki, bəzində xanımlar var ki, bədən ölçüləri icazə verir, çox gözəl də görünür, amma hər şeyin də belə deyə bir yeri var da, hara, necə geyinmək. Bir dəfə xaricdən qonaq gəlmişdi. Amerikadan dedi ki, burada bəzən xanımlar bəzi məkanlara elə geyimdə gəlirlər ki, yəni gecə barlarındakı qızlar o tərzdə gəlirlər. Axı gündüz vaxtı bu məkana bu geyimdə gəlməzlər və bunun adını cəsarət qoyurlar. Xeyr, bu cəsarət deyil, bu təsdiqdir, diqqətə ac olmaqdır. Daxili boşluğu var, onunla doldurmaq istəyir, özünü tamamlamaq istəyir, özünü təsdiqləyir kənardakılarının diqqətinə görə. Özü ilə tamamlanan insan heç bir zaman kənardan təsdiq ehtiyacı olmayacaq. Cəsarət dediyimiz isə əslində o demək deyil ki, insanın qorxusu yoxdur. İnsanın qorxusu var. Amma qorxusuna rəğmən o qorxularının da üzərinə gedir və onun üçün dəyərli olan, doğru olan o nöqtəyə vurur, onun üzərinə gedir. İtkini gözə alır, çöküşünü gözə alır, riskləri gözə alır, hər şeyi gözə alır və o 100% nəticədən bilmir necə olacaq nəticə. Amma onun içində bir həqiqəti var. Onun bir doğru bildiyi var, düz bildiyi bir şey var. Ona görə gedir o addımı atır, cəsarətli addımı. Cəsarətli addım ola bilər iş həyatı ilə bağlı, cəsarətli addım şəxsi həyatla bağlı ola bilər, cəsarətli addım ola bilər cəmiyyət üçün, kütlə üçün. Doğru zamanda, doğru məkanda, doğru verilmiş qərar, doğru şəkildə ifadə olunmuş fikir və yaxud da hər hansı davranış ola bilər. Ani qərarlar hər zamanmı nəticəsi müsbət olur? Xeyr. Bu artıq həyat təcrübəsinə bir növ artıq dayanır ki, həyat təcrübəsi yetəri qədər olan insanın beyni olduğu vəziyyəti analiz etmir, birbaşa artıq addım atır, hərəkətə keçir. Çünki bu insanın artıq özünə görə bir oturuşmuş xarakteri var, bu xarakterinə görə onun doğru bildiyi, dəyər verdiyi bir məsələ var. Belə məqamlarda cəsarətli addımlar bu insanlar tərəfindən atılır. Bu qədər. Hər hansısa mövzu varsa ki, istəyirsiniz məhz mənim dilimdən eşitmək, buyurun şərhlərdə qeyd edin, mən də sevə-sevə səsləndirim. Diqqətiniz üçün təşəkkür edirəm.